Qəbir əzabı var. Bəli, qəbr əzabı var, haqdır. Hindistanda bəzi digər ölkələrdə də cəsədi yandırırlar. Onda qəbir əzabı çəkmir o insan. İstər vəhşi bir heyvan tərəfindən parçalansın, istər cəsədi yandırılsın, istər cəsəd yox olub toz olsun, istər dənizdə bassın. Hansı formada cəsədə nə olursa olsun, qəbir əzabı insanın ruhu ilə olacaq. İlə də cəsəd şərt deyil. Məsələn, bu günlərim cəsədi ortada olan, saxlanılan insanlar var ki, Rusiyada var, başqa yerlərdə də ola bilər. İnkar edən birisi. Mələklər gözləyir ki, bizə bunu qəbrə qoysaydılar, əzab verəydik. Buna elə deyil də məsələ. İnsanın ruhu ilə olur mühasibə, qəbr əzabı. Çünki cəsəd əsas deyil. Əsas olan ruhdur. Cəsəd nə olur olsun. Cəsəd dəyişən bir paltardır. Amma insanın əsas mahiyyəti, əsli olan ruh əbədidir. Bu zaten ölmür. Yəni cəsədin olub olmaması önəmli deyil. Qəbr əzabına da əngəl deyil. Düşün ki, cəsədə bastırılmayan insanlar qəbr əzabından azad tutulur. Elə bir şey ola bilər. İnsan Allahı aldada bilər. Estağfurullah. Mələklər aldada bilər. Bizə bu qəbrə qoysaydılar bunu dinsizin birisidir. Başlayardıq buna əzab vermə, əziyyət vermə. Əlbəttə belə deyil. İnsanın ruhu ilə hesab kitab olur, insanın ruhuna verilir o əzab.